Bakı Dövlət Universitetində muzeylərin növbəti birindəyik. Bu ekspozisiya fondunda dayanan, o bizdə keçməyir. Hələ diqqətlə, təbiətin təkamülünü izləyə bilsinlər. Bunlar hamısı Azərbaycan köç eləyir. Azərbaycanın mühiti isti olduğuna görə bunların əsasən çoxları xarici ölkədən Azərbaycana köç edib gəlir. Burada qışı keçirdib, yenidən öz ölkələrinə dönüş edirlər, demək deyək. Yuxarıda bu bel qurtdur, qartalın növündəndir, yırtıcıdır, leşkəndir. Yuxarıdakı isə ceyranın erkəyidir. İşçisi növbəti o qaya üzərində. O əslidir, qurudulub, Əslidir, təbiidir, özü qurudulub. Göz funksiyasını tez sıradan çıxartdığına görə göz olmur, orqanları içərisindən çıxardır. Onun müəyyən ixtisaslı adamlar vardı. Onlar xüsusi olaraq bəli, haşlayırlar, dərmanlayırlar bu hava xüsusi salır. maddələr Bəli. onları saxlamaq olur. Amma daxilindəki orqanlar təbii ki, çıxarılır. Orqanlar qalanda o nə eləmək olur. Binəqədi kərkədanlı olur. Burada porsuldu, canavardı, bu kərkədan. Üçü də Binəqədi ərazisində tapılıb. 1 milyon yaşı deyirlər var. Yəni 1 milyon ilə əvvələ təzahür edir. Bəli, təbiidir. Bunlar da o vaxtı kramanyonlar və burada görürsünüz, bundan elə bir ki, dərmanlarına, cöhər falan bunlar hazırlamışlar. Onların istifadə elədiyi alətlərdir. Bu da nənin zilbizidir. Artıq daşlanıb, daş dövrünə. Onun da yaşı 1 milyondan 7 milyona deyilir. Yəni təxmini rəqəmdir qoyulub. Növbəti bu həmin fonda gördüyünüz dənizə aid olan quşlardır. Bunlar da hamısı köçəkir Azərbaycana, yenə həmən işğalda gəlirlər. Qışı keçirdi, bizim mühitimiz əlverişli olduğunu görə yenidən öz ölkələrinə üzüyəyə artıq dönüş edirlər. Yəni bunu özümüz də görürük ki, sürü ilə quşlar gəlir. Qarabatdak. Maraqlı adı var, İrəncə. Burada da ilk insanlar belə sinantroplar olur. Bunlar artıq belə deyim, geyimdə istifadə eləməyiblər. Bundan sonra, o da ilk işçisindədir. Bundan sonra kramanyonlardır. Kənan müəllim, dünən bunu deyirdim, baxın. Son Homo sapiensə çatana qədər... Ətər Homo sapiens deyil bu. Bunu biz, yəni antropologlar... Yox, deyil, təbii ki, hibris tükləri var, hara? Bu Homo sapiens deyil. Yaxşı ki deyil. Amma bəzi, nəysə. Amma tədricən bu tüklər tədricən tökülməyə başlayır. Sonradan bu kramanyonlar, bunlar... Dodaqların interesini olur və indi silikonla edirlər. Öz əlində qılınız olmuşunda oxlar. Bunlar ücə artıq xəzlərdən, otdan yeməyi ücə bişirib yiyiblərdi. Amma bunlarda yox. Deyilənə əsasən bunlar... Bu Homo sapiens sayılır. Yox, kramanyonlar. Kramanyonlar. Bəli. Sinantrop yazılıbsa bu hələ keçid dövrünü yaşayır. Bəli. Kramanyon. Amma belə mərifətli adam oxşuyur. Bu da udavdır. Piton nəslindən də, amma piton deyil. Yatağan ilan. Onun qalağıdır. Bəli. Yox. Məsələn, baxın, uşaqlar, bax, bu eksponata baxanda nə demək olar? Nəyi qeyd eləmək olar? Homo sapienslərin əlamətlərini də bunda görmək olur. Yox, tam Homo sapiens deyil. Əlamətlərini görmək olur. Əlamətlər, məsələn. Məsələn, ov aləti gördük. Ov məşğuliyyəti. Yəni, artıq təkamülün sonuna yaxınlaşırıq və... Onun qarşısı. Yox, burada artıq hibris tükləri yoxdur. Görürsünüz? Artıq bura baxanda, məsələn, bir mədəniyyətin, ilkin mədəniyyət qığılcıqlarını görmək olur. Epilyasiya görsəniz. Amma yox, burada artıq mədəniyyətin qalıqlarını biz görürük. Düzdür? Baxın, ovçuluğu görürsünüz. Yenə mədəniyyətin ilkin yaranmasıdır da, düzdür? Geyimi görürsünüz, geyim mədəniyyətin formalaşmasını görürsünüz. Yəni, ən azından təbii, əllə toxunmaq, ümumiyyətlə muzeydə əllə toxunmağa icazə yoxdur.
qanundan, muzey qanunlarından kənardır. Sabah imtahan verəcəksiniz. Elə suallarımızın biri də odur. Bax burada geyim mədəniyyətinin formalaşması görürsüz. Təbiətin o belə deyim də hazır verdiklərindən istifadə və ilkin olaraq geyim mədəniyyətinin formalaşması. O da yenə baxın, əlindəkilərə baxın, yəni ovçuluğu həyata keçirmək üçün müəyyən özlərinin hazırladığı, yəni o da yenə taxtada, yəni təbiətin verdiklərindən. Maraq siz nədir? Məsəl üçün ox kaman bizdə mezolitdə də kəşf olunubdur. Bunlar da Homo sapiensə qədər olubsa, paleolitin aşağı mərhələsində belə deyək ki, bacarıqlı insan Homo habilisdir, neandertal insandırsa, ox kamanın əlində olması nə qədər elmidir. Yəni biz mezoliti demişik də, 12-ci və 8-ci minillik. Düzdür yoxsa? Əslində indi tədqiqatçılar dəyişdirirlər axı. Siz arxeoloqları danışdırın. Arxeoloqlar əvvəl yazılmışları düzdür. O testdən imtahan tarixçilər elə hazırlaşdırırlar bəzən. O test kitablarında elə yazılıb. Amma artıq o dövrdən biraz dəyişir. Yəni elmi məlumatlar tədris proqramını ona görə. Amma hələ kitablarda üzərində o dəyişilib. Yəni indi arxeoloqlar onun üzərində işləyirlər ki, o dövrü biraz gətirmək lazım. Yəni qədimləşdirmək lazım. Misal üçün indi çox məsələn Milli Azərbaycan Elmlər Akademiyasında işləyən və son dövr bu təkamüllə bağlı tədqiqatlar aparanlar o tarixi daha qədim, hətta paleolitə qədər aparırlar. Orta məktəb kitablarında əhilləşdirilmə mezolit göstərir, amma biz burada paleolit deyildi burada. Belə deyim də, yəni o tədqiqatlar, Kənan müəllim, o tədqiqatlar əgər belə deyim də, tam olaraq nəticəsini alsa, onlar paleolitə gedib çıxacaq. Yəni o kitablar dəyişdiriləcək belə. 4 ayaqlı. Maraqlıdır, ayaq. Düz qabağında. Bu mutasiyadır. Bəli, mutasiya. Bu mutasiya. Bu Yaşayışları bunların uzun müddət oldu. Biri Abşeronda, biri Bərdədə. Bərdədə. Uşaqlar hamımız bir-birimizə baxdı ki, bu deyil. O yüzden o sürətlə qaçır, sürətlə qaçır. Bu ərazide türkü var. Var, saqqal, türkü Amma var. indi baxdım. Ben keçən gün gəlmişdim bura. Gördüm, çaqqalıymış. Kənan müəllim. Bəli. Salam. İnşallah deyirlər göndərəcək. Gelmişti burada tek gelmişti. Sonra da dedi ki şagirdlerimizi getireceğim. Ben de dedim ki Məktub da verilmişdi. Nəsə ki inşallah. Şagirdləri də çox maraqlı olar. Uşaqlar da çox istədilər. Uşaqlar da çox istədilər. Nəzəriyyəni uşaqlar bilirlər. Amma məhz muzeyi, muzeyşünaslığı və muzeydən nəyi öyrənmək olar kimi qabiliyyət şagirdlərdə yoxdur. Hal-hazırda. Onu baxın, Kənan müəllim onu, yəni söhbətlərindən bilirəm ki, onu edir. mektepler, liseyler, gimnaziyalar. İcazə var mı? Evet tabii ki biz Mektup, ha. Hemen mektup ülkemiz. Mənə vermişlər prosta nəysə Biz ki. mektup formasını veririk. Onlar o mektupla gönderirler bize sayta. Biz hemen de təmin edirik. Gələndə özdə gəlməmişdən əvvəl hər hansı bir məktəb sizə məktub bize deyəndə mektubun formasını mən göndereceğim. Rəhm müəllimgil, Əliş müəllimgil onu cavablandıracaqlar elektron formada. Bəli, şablon bizdə var. Çünki özü biz onu yoxsa Fəxriyə xanım, elə əgər şagirdləriniz varsa, yəni şagirdsiz deyəndə yox, mən eləyə bilərəm. Mən onu bilmədim ki, belə Biz variant. onu bilirsiniz necəlik? Bakı Dövlət Universiteti info ekskursiya adı altında bura gəlirlər, gedərlər muzeyinə, faydalı qazıntılar çox möhtəşəm orada muzeydir. Ekomekan yeni açılmış. Sonra elə bizim özü o birinci mərtəbədə bizim muzeyə düşmüşlər. Sizin arkeologiya. O da arkeologiya. Onun üzərində orada. Yəni 90%. Tam yox. Yəni belə bir info tur edirik və saytda paylaşırlar. Çox qəşəng. Siz elə olsa, deyin biz mən sizə məktubu göndərim. Hər telefon məndə də var sizin də. Silabus Bu göndərin. insan ürəyinin maketidir bu. Baxın hələ ora bax. İnsan ürəyi, insan beyni. Mən təbirdən sonra çıxma gəlməmişdim. Şimpanzenin beyni. Faydalı qazıntılar da çox, yəni inanın orada girəndə geçən istəyirsən ki, bir geoloji bir aləmdəsən. Yox, burada da elə çox. Yox, mühiti yaratmışsınız. Əslində buranın üç mərhələli. Dovşanın beyni maraqlıdır. Səma, bir də ki təkamül. Belə olanlar. O da qəşəng, o da qəşəng. Sən belə
Bir də təkamül. Çünki biz dərsi də elə keçirik. Göyərçin beyni. Biz dərsi də elə keçirik. Onda vəsait olmadan bilir bu. Gəmiricinin beyni. Hə, o dünyəvi bir şey olar, aktual olar. Qurbağanın beyni. Bu da insan ağzıyar olacaq. Rejimləri gördünüz Fərqiyyə xanım orada. Ora keçməmişəm. Uşaqlar bir dəqiqə bura gəlsəz, bunun haqqında da məlumat verərdik. Tabii yaman pulsuz abi. Amma mən bir şey başa düşmədim ki, oğlum, sən bir dəqiqə mənə de, bax, ekspozisiya fondu buradan başladı. Bəli. Gəldi ora. Arxaya belə Hə, siz biri oraya keçəcəydiniz, hə, sonra buraya. Bir gün nəsə gördüm ardıcılıq. Makakalı bu çox hayasızdı. Hə, Evdə hə. saxlayan olmuşdu, dedi saxlaya bilmədim. Hə, yox, o Aparıb cırmaqlayır təhvil tez-tez. verib. Hə, çox hayasız. Aparıb təhvil verib zooparka. Deyəsin orada Şimpanze dincəlsin. haqqında nə deyə bilərik? Meymun. Nə deyə bilərik? Ay uşaqlar. Nə deyə bilərik? Hal-hazırda da var. Yox, hal-hazırda var. Yəni nəsli kəsilməyib də var. Nəsli kəsilmir. Əsasən yaşayırlar, məsəl üçün ekvatorial, subekvatorial. Məlumat vermək istəyirəm Bəli. sizə. Şimpanze yəni burada niyə qoyulub da əsas səbəbi nədir? Bu gün müasir dövrdə yəni elə dünya ölkələri var ki, orada antropoloji laboratoriyalar fəaliyyət göstərir və genetika ilə bağlı çox gözəl araşdırmalar aparılır. Və son dövr, hətta 2023, 24, 25-ci ilin genetik nəticələrini sizə deyirəm ki, birbaşa insanın orqanizmi ilə tam eyniyyət təşkil eləyən şəcərədən biridir. Ona görə Aydındır deyirlər mı? meymuna Bəli, çox yavşaq. çox bənzərdir. Hətta onurğa sütununda, orqanlarında, ürək daxili orqanlarında, sonra əl, barmaq, əl daraqları, ayaq əsasən biz İki həftəlik insan pəncəsi, düşümü. istiqamətliyi, diqqət edirsiniz. Burada artıq istiqamətlilik tam olaraq özünü göstərir. Burada fikir verirsiniz. Ümumiyyətlə, 1,5 aylıq ən birinci onurğada olan fərqli. Bunlarda da onurğa bax bu şəkildədir. Baxın, təkamül insanı göstərimdə belə, bax belə. 2 aylıq insan. Amma indiki Ana bətnində. və Homo sapiens götürsək təkamüllə, Homo sapiensdə onurğa Artıq 3 aylıq. boyun onurğası bir də tam büzlüm sümüyündə, sonuncu 4 aylıq. büzlüm sümüyündə bitir. İndiki insanlarda da Homo sapiensdə bizim onurğamız bu şəkildədir, baxın. S şəklində. Yəni onurğaya, skeletə baxsanız onu görə bilərsiniz, S şəklində. Burada da yəni tam oxşarlıq bunlarda yenə deyirəm, hətta 4 aylıq insandır. ilk dəfə məsələn bütün dünyada orqan Bu artıq camışın embrionudur. Bu da elmi yeniliklər sırasında donuzun embrionudur. qaraciyərin böyrəyin transplantasiyası ən birinci insanlar üzərində həmin əməliyyatlar həyata keçməmişdən əvvəl Aydın, bu nə deməkdir? Birbaşa odur ki, eyniyyət təşkil edir. Aydın? Hətta qabırğalarda da, qabırğa sümüklərində birisi oluşmaqdır. İtin ürəyinin quruluşu. Mən elə bir tülküdür, baxıram ki, yox. Hə, sən demə ki. Bax belə üzünün zadı pişiyin Ay yanından nə düz qabağından özü mən tək deyildim. Yəni həyatda tələbələr gedirdi də imtahanlara. Dərsə sərdi. Siz necə öz eyni bu rəngdə. Məlumat Mən elə bir versinlər. tülküdür. Türk daha gözəldir baxın. Xanımlar, diqqət edin. Bəli, 1938-ci ildə İran və Astaran ərazisində tutulur, yəni o vaxtda. Burada səhnə yaradılır. Bu fona uyğun olaraq pələng evləqanlarına hücum edir də, dağ keçisinin biri hücum edir, parçalayıb ayağının altında. Bu da dağdan hürküb düşür, o biri də dağın üstündə hürküb qalır, qaçır da elə belə deyək. Bu səhnənin burada yaradılır, buna uyğun olaraq. Hansı rayonda? Çox qəşəngdir. İran Astara Astara ərazisində, ərazisi. bəli. Sərhəd olan, Sərhəddə. bəli. Yəni bu
Tarixi nə vaxtı? 1938. 38-də pələng. Deyirlər indi O. Nəsli kəsilmiş kimi göstərilir. Qaplandır, pələngdir. Kəsilmir bu. Bəzi heyvanlar var deyirlər görülüb artıq. Yəni Yəni qırmızı kitaba düşmür. Hazırda, yox, Deyirlər qırmızı kitabda yoxdur amma hal-hazırda. deyirlər sayı çox az. Azərbaycanda Azərbaycanda qaplanın məsəl pələngi rəsmi olaraq o- kitabda yazır ki, nəsli kəsilibdir. Yəni kitab məlumatı bunu deyir. Bu da saqqaldır. bəli, saqqallı növbəti tülkü. Amma yəni ümumən Oxşuyurlar, saqqalla tülkü. Oxşuyur, amma tülkü daha gözəldir bax. Fərqli var. Bir də başlarında fərqli. İyi özlərini belə baxın. Aparmaq var. kirpi də yəqin Çox ki, pratik. görürsünüz Azərbaycan ərazisində. Getirmişlər. Rast gəldi, hə. Şirindirlər. Amma yenot Azərbaycanda Tülkü. onlar bax ayı var indi də. Bəli, bəli. Çaqqal var, Bu tülkü bayraqsında, var. bu sərərəsində Bunlar var. Laçında da var. Sonra nə? Ayı. Onu da deyirlər. Hə, meşələrdə var. Meşələrdə var. Zaqatala Balakən ərazisində məsələn bu ağ quyruqlu dənizli, ağbaş çərçəvəli bunlardan artıq deyirlər görülür leşyan növündə. Bir də Qarapaçaq, Zaqatalanın Zaqatala Balakən ən sərt qayalarda o gəlir. Keçiyə oxşuyur düzdür amma Qırğı. balasını da hətta ən hündür belə sərt Qayalıqlar. dırmanmağa, bəli, birinci öyrəşdirir ki, bir video gördüm onda, balası yavaş-yavaş dırmaşma istəyir. Bunu Qarapaçaq. Yorulur da, özü artıq ayaqları bərkdi axı. Gəlir, belə sərt qayada dayanır, balasını biraz özünə söykür ki, nəfəs alsın. Sonradan tırmaşdırır tərəfdən yuxarı. Hansı ölkə idi bilmədim. Oradan belə elə bir göldür qalıb. Oradan da duzlu su axır divardan. Bu gedir balasını ora aparır. O duzlu sudan istirir. Elə bilir ki, olsun biz nətər xaç yürüyüb möhkəmlənir. Ən enerjili yemək olsun olur. O hətta neçə metrlər hündürlüyə qalxdı, balasını apardı, yedi oradan sudan. Düşünürəm maraqlı oldu. Düşünürəm İlk maraqlı oldu. olaraq öyrədir onu. O Hər səs kəsə qayada. uğurlar arzu edirəm. çətinliklərdən İnşallah sonra. növbəti təqdimatlarda.